əsasdır. Möminin ilk işi nədir? Məsuliyyət. Hər şey məsuliyyətdən başlayır. Birinci növbədə möminin işi məsuliyyətdir. Əgər məsuliyyət olmadısa, insan namaza məsuliyyətsiz yanaşdısa, insan cəmiyyətə də məsuliyyətsiz yanaşacaq. Gəlirəm, məsələn, 1 saat, 2 saat, 3 saat, 4 saat, yox da. Sabah filan işi həll edəcəm. Düzdür? Sabah nədir? Oldu bir gün. Bir gün oldu 3 gün. 3 gün oldu 5 gün. Danışmışam filan iş həll olunacaq. Məsələn, düzdür? O gedir, nədir? İnsanın məsuliyyətsizliyidir. Və insan hardan başlanır bu? Əgər Allaha məsuliyyətsizdirsə insan, əgər Allah qabağında məsuliyyətsizdirsə, bəndə qabağında məsuliyyətsiz olmaq çox asandır, çox rahatdır. Amma bilmək lazımdır ki, bu möminin xüsusiyyətləridirsə, münafiqin xüsusiyyətlərindən biri budur ki, ərəblər demişkən, xulful bil vəd, vədə xilaf çıxır. Xulful bil vəd, ərəblərlə. Vədə xilaf çıxandır. Yəni nə? Söz verir ki, məsələn, filan, indi başa düşürəm, insan ola bilsin, hər hansı bir təcili bir hadisə çıxsın qabağına eləyə bilməsin. Bu başqa şeydir. Bir də var ki, yəni qəsdən ya, məsələn, demişəm də, məsələn, o şəxs səni gözləyir, şəxsə söz vermirsən, sənə etibar eləyib. Möminlərdə ən çox lazım olan diqqət olması xüsusiyyət bax budur. Bu ki gəlir, əlləzinəhum fi salatihim xaşiyun, namazlarına diqqətli olarlar. Yəni namazına diqqətli olan kəs məsuliyyətli olar. Məsuliyyətli olan kəs də ki, əlbəttə cəmiyyətdə insanlar arasında məsuliyyətli olacaq. Mömin odur ki, bir dənə sözünün ağzından söz çıxdısa, yəni insanlar artıq əmin olmalıdırlar ki, vəssalam, mənim işim həll olunur. Çünki bu ağzından söz çıxardır. Ağzından söz deyib, məsələn, söz verib bu. Vəssalam, digər mömin rahat olmalıdır ki, qardaş, məsələn, söz verdi mənə. Yox, rahat ol, narahat olma falan, çox görürük biz bunu. Yəni, bəlkə də özümüzü də bu azdır. Yəni, bu da fürsətdir ki, biz bunu düzəldək inşallah. Yəni, bu xüsusiyyət, bu xasiyyət, yenə deyirəm, hədis var, Həzrət Əleyhisselam ki, münafiqin neçə xüsusiyyətini sayır ki, növbəti günlərdə biz onu açıqlayarıq. Bir də budur ki, əməllərdə münafiq o kəs deyil ki, ancaq Allaha iman yalandan üzə düşsün, amma iman gətirməsin. Münafiq o kəs deyil. Münafiq o kəsdir ki, söz verir, əməl edəmir. Cəmaatı arxayın eləyir, özü gedir, öz işlə məşğuldur. Yəni, Allah başa salmaq istəyir ki, o kəslər ki, mömin o kəsdir ki, namazında diqqətlidir. Namazdan diqqətli olan insan da hər əməldə diqqətli olacaq. Hər bir əməldə çalışacaq ki, necə ki, Allah qabağına diqqətlidir. Baxır, məsələn, zöhrə 10 dəqiqə qalıb gedir, dəstəmaz falan gəlib oturur ki, hədislərdə var ki, bir nəfər ki, gələr, məsələn, zöhr namazına deyək ki, 15 dəqiqə qalıb, 20 dəqiqə qalıb. Neynir? Gəlir, dəstəmaz alır, oturur, azanı gözləyir. O azanı gözlədiyi müddətdə Allah baxır mələklərinə, deyir ki, baxın, bəndəm mənlə rabitəyə necə həvəslə gəlib oturub. Mən hal-hazırda ondan fəxr edirəm ki, o bu dəqiqə mənim üçün, mənlə ibadətdən ötürü, belə dedi, oturub zamanı gözləyir. Və nə qədər oturursa orada, ona rəhmət nazir olur. Allahın rəhməti nazir olur. Şəxsi ki, namazlara diqqət edir. Və xüsusda sübh namazına. Xüsusən sübh namazına. Yəni, insanın məsuliyyəti oradan başlayır ki, insan sübh namazına diqqətli olsun. Quran deyir ki, ayə var ki, Quran-ı fəcr, yəni sübh namazına Allah Quran-ı fəcr deyir. Quran-ı fəcr, yəni sübh namazına o qədər Allah dəyəri bilir ki, hər şey sübh namazından başlayır. İnsanın gün ərzində ibadəti, itaəti sübhdən başlayır. Yəni, sübh namazını durub vaxtında qıldısa, xoşallah. Sübh namazı. Və sübh namazı əsasən, yəni belə deyim də, sübh vaxtı ki, dualar qəbulu filan, hamısı öz yerində, amma bir şey başlanır ki, bir şey önəmli olur ki, insan nədir? İnsan Allaha, gözünə yuxu getmir, durur namazını qılır. Həzrət Musa əleyhissalam Allahla danışır, hədis-i qudsidə. Allah deyir ki, ya Musa, yalan danışır o kəs ki, məni sevir. Yalan danışır o kəs ki, mənə bəndəçilik dəmir, iddiasına yiyir. Amma sübh namazı gələndə, bütün aləm durub məni zikr eləyəndə o yatır. Mən bilmirəm, görərik, görmərik, sübh vaxtı biz diqqət eləsib baxırıq ki, hətta quşlar belə öz səslərin başlayırlar, yəni səsləri gəlir quşların. Yusəbbihulləhi ma fis səmavati və ma fil ərd. Yer, göy Allaha zikr eləyir. Nəyə gəlir bu? Həmin o ayəyə gəlir ki, yəni sübh namazının vaxtında ki, sübh namazında bütün aləm Allaha zikr edir, amma insan ayağını uzadıb yatıb.
Allah deyir ki, Musa peyğəmbərə, mən o bəndələrimdən gileylənirəm sənə. O adamlar ki, mənlə münacatı qoyub, mənim vacib elədiyim şeyi qoyub yuxunu üstün tuturlar. İndi olur ki, heç kəs demir ki, biz elə bütün namazlarımızı vaxtında qılırıq. O heç. Bunlar ondan ötürüdür ki, bir daha həm özümüz, həm başqaları eşitsin, çalışaq ki, inşallah möminin ki, mömin olmaq istəyirsə. Mən ki, öz adıma danışıram, o möminlik məndən çox-çox uzaqdır. Amma mömin olmaq istəyirsə inşallah, birinci xüsusiyyət ki, Quran-ı Kərim bizə açıqlayır, o da nədir? Namazlarına diqqətli olurlar və Həzrəti Peyğəmbərimizdən hədis var ki, buyurur ki, bütün şəxslər, insan, bəndə, namazların vaxtında qılar, çalışdığı qədər, bacardığı qədər, ölüm anı ki gəlir, ölüm anında ki, insan çoxları tərqim deyə bilmir kəlmə-i şəhadəti. Olur da ağız qapanır, müəyyən günahlar insanı qoymur danışmaq. Hədislərdə var ki, bəzilərin iman əhlidir, amma günahları qalıb deyibən, o ölüm anı çətinləşir. O ölüm anı çətinliklə can verir, əziyyət çəkir, çünki günahları var, hələ yuyulmur. Allah istəyir ki, onu gözün yuman kimi, yəni canın alan kimi istəyirsə ki, onu aparsın, məsələn, bərzəxin cənnətinə, ona rəhmət nəsib eləsin, o anda ona əziyyət verir. Və yaxud da günahlar qoymur ki, o şəhadət dilinə gəlsin, onda hədis Peyğəmbər deyir ki, kim can alır? Əzrail əleyhissalam gəlir cavanlığa. Yəni, başqa mərhələlərdə gəlir, Əzrail də gəlir. Əzrail əleyhissalam deyər ki, onun o dediyi vaxt ki, çətinlikdə olan vaxtı, onun yerinə kəlmə-i şəhadəti mən deyib canlılara. O vaxt ki, deyə bilmir. O şəxslər üçün ki, namazları çalışırlar, vaxtında qılsınlar. Namazlarını əməl eləsinlər. Və Həzrət Əli əleyhissalam döyüşür, Suffeyn döyüşüdür. İbn Abbas deyir ki, mən Əli əleyhissalama baxırdım, döyüş gedə-gedə qızğın döyüşdür, cihaddır. Muaviyyə ilə döyüş gedir Suffeyndə. Deyir, baxırdım ki, Əli əleyhissalam qılıncı vurur, baxır yuxarı göyə. Qılıncı vurur, baxır göyə. Dedim ki, ya Əmirəl-Möminin, sən qılıncı vuruşuruq burada, indi göyə baxmağın məqsədi səbəbi nədir? Deyir, baxıram ki, namazın vaxtı olub ya yox. Azan vaxtı olub ya yox, ona baxıram ki, namazın vaxtını keçirməyə. Deyir, mən belə dedim ki, bəs biz burada bu dəqiqə vuruşuruq, cihadda yox, müharibədə yox. Yəni, belə deyim də, namazın vaxtıdır bu dəqiqə, qılarıq da, bu dəqiqə döyüş gedir. İmam mənə dedi ki, bizim elə döyüşümüz namazdan ötəridir. Bizim mübarizəmiz namazdan ötəridir. Bundan başqa seçim deyil. Vuruşuruqsa da namaza görə vuruşuruq ki, namaz diri qalsın. Namaz diri qalsın. İmam Hüseyin əleyhissalam Kərbəlada gəlir sahabəni bildir ki, ya imam, namaz vaxtıdır. O baxıb bilir ki, zöhrün vaxtıdır. Deyir, namazı ki, mənə yadıma saldın, Allah sənə namazlarından qaldırsın. Bu sözün özünü neçə cəhətdən, neçə cür təfsir izah eləmək olar ki, nə deməkdir bu? Allah sənə namaz qılanlardan qərar versin. Ən gözəl böyük duasıdır və nədir? İmam Hüseyin əleyhissalam namazın vaxtını yadına.